Sabahınız xeyir, nə edirsiniz, necəsiniz, yaxşı olasınız inşallah. Düzdür, sabah deyil, saat 12 işləyir 6 dəqiqə. Prosta mən demək olar təzəlik oyanmışam və bu səbəbdən də kameranı indi aça bilirəm. Gedib indi bir dənə özümə yeməyi düzəltəcəyəm. Səska qızardıb üstünə yumurta vuracağam. Türklərdə sucuqlu yumurtadır, bizdə nədir bilmirəm, səskali yumurta falan, səskali. Neysə, bir də yəni konsepti falan tamamilə dəyişəcəyəm. Çünki yəni şeylə getmir də. Açım kameranı, hər kəsə salam, əleyküm salam. Nə oldu? Yəni bu gün falan şeylər elədim, bəhmən şeylər elədim. Nə edeyim, nəyimə lazım, nə edirsən, get elə də yəni. Bu izlənmir. Əvvəl izlənirdi, indi izlənmir. Əslində əvvəl də izlənmirdi. Mən bir ara çox qəşəngdim. Allah, hər dəfə yəni bu söhbət açılanda o mənim yadıma düşür, quruza düşürəm. Nəysə, amma təzədən o cür olacağıq. Elə bilin ki, qoyun bir dənə bu telefonu bir yerə sabitləyim, çünki qolum ağrıdı bunu tutmaqdan. Deməli, elə bilin ki, indən sonra bu videoları bir ad altında çəkəcəm. Yəni məsəl üçün də keçən il bilmirəm yadınızda olar olmaz, mən bu cür girirdim videolara. Buraxılış imtahanına falan gün qalır və mən buna hazırlaşıram. Düzdür, məsəl üçün mən bu il hazırlaşmalı bir imtahanım yoxdur. Çünki mən 10-cu sinifəm və heç nə vermirəm. Amma gələn il mən buraxılış verəcəm, həm blok verəcəm. Bir bilgim olsa IELTS verəcəm, SAT verəcəm. Ondan sonra Rufo riyaziyyata gedəcəm, Rufo informatikaya gedəcəm, bəzi beynəlxalq olimpiadalara gedəcəm. Sonra istəyirəm hakatonlara falan gedim. O səbəbdən yəni bir bolluq olacaq və bunların hamısına mən hazırlaşmalıyam idilən ki, bir bilgim olsun, gedim nəsə eləyə bilim də. Yəni paputu getməyin bir nə mənası var da. O səbəbdən oturub bunlara hazırlaşacağam və bunlar çoxdular. Bunları mən bir şey altında topalaşdıra bilmərəm. O səbəbdən də bir damcı lori dillə bir şey çıxartmaq istəyirəm. Yəni məsəl üçün də ağzıma gələn hər şeyə hazırlaşıram kimi bir şey. Amma bu da çox bərbaddır. Yəni çox pis səslənir də. O səbəbdən bunu bir damcı normallaşdırmalıyam. Qulağa qəşəng xitab edən bir şey çıxartmalıyam. Yəni mən bu videoları bu dəqiqə bu cür paylaşanda cəmaət bu cür eləyir. Bu şəngildim kimi da keçdi. Amma o cür paylaşanda, bir ad altında paylaşanda da, yəni bir necə deyim, ilk 5 saniyədə insana cəzb eləyəcək bir necə deyim, görüntü keyfiyyəti ilə, səs keyfiyyəti ilə və yaxud səs səlisliyi ilə falan paylaşanda bu şəngülüm kimi də gözlə bir an mən baxım buna. Və yəni bunu bu cür eləmək lazımdır. Hər cürə şəngülüm oluruq, amma ən azından axıra kimi baxılan bir şəngülüm olar. Məqsəd bu yöndədir, yəni hal-hazırda. Və həm uzunda, həm qısada bunu bu cür eləyəcəyəm. Elə bilin ki, səs keyfiyyəti olsun, görüntü keyfiyyəti olsun, işıqlandırma olsun, edit olsun falan. Bunu artıq üst səviyyəyə çıxarmağa çalışacağam. Yəni əvvəl deyirdim ki, hər günə bir dənə paylaşacağam. Bunu hələ də deyirəm. Yəni çalışdığım qədər hər günə bir dənəsini paylaşacağam. Amma yəni elə gün oldu ki, yəni bunu eləyəməyəcəyəm. Çünki hazırlıqlarım var, dərslərim var, bunları çatdırmalıyam falan filan. Düzdür, indi hazırlıqlarım azalır. Azərbaycan dili artıq bu həftə qurtarır. İngilis dilinə onsuz da getmirəm. Qalır riyaziyyat, fizika, informatika. Bunlar da iyunun axırı qurtaracaqlar, səhv eləmirəmsə. Yəni o vaxta qədər çalışdığım qədər hər gün atacağam. Ondan sonra da çalışdığım qədər hər gün atacağam. Amma arada ata bilmədiyim günlərdən üzrlü hesab eləyərsiniz, zəhmət olmasa. İndi çox danışdım, çox danışmayayım. Çox danışmaq nəyə lazımdır? Az danış, saz danış, atalar sözü. Gedim bir dənə yemək düzəldim özümə. Çünki acam, qarnımda bir simfoniya gedir. Bunu prosta siz eşitmirsiniz hal-hazırda. Çünki kameradan bir damcı məsafəliyəm. Bilmirəm, çox ağzıma gələn danışdım. Lazım deyil bu qədər danışmaq, o səbəbdən də gedirəm hal-hazırda. Deməli, yeməyi bişirdim, yeməyi yedim, oturdum, bugünkü çəkəcəyim qısa vlogun skriptini yazdım və hal-hazırda riyaziyyat suallarını işləməyə başlayacağam. Bir dənə bunu deyim, qoy, mənim bu kanalı açmaqda, lap belə əvvəl ilk öncə açmaqda məqsədim o idi ki, mən məsəl üçün bir şeyə hazırlaşıram və məni ilə paralel bu imtahana başqa bir də hazırlaşırsa, videolarıma falan baxsın, bir motivasiya mənbəyi tapsın və yaxud da nə bilim qaynaqları falan işlədiyim qaynaqları onlarla paylaşım, onlar üçün bir damcı rahat olsun falan. Yəni məqsədim buydu mənim. Hələ də budur. Yəni mən məsəl üçün bir şey eləyirəm, insanlar baxsınlar, bir motivasiya qazansınlar, həvəslənsinlər, getsinlər, yəni bir şey üçün çalışsınlar da, bir məqsəd uğrunda çalışsınlar. Bunu belə eləmək üçün, yəni məsəl üçün biri bir şey özü öyrənirsə, qaynağı onu ilə paylaşım ki, o biraz daha rahat işləsin. O səbəbdən də bu qısa vloqlarda falan, məsəl üçün işlədiyim şeylərin qaynaqlarını da belə açıq olaraq verəcəm. Məsəl üçün Python öyrənirəm, hansı kanaldan öyrənirəm və yaxud lüğət öyrənirəm, hardan öyrənirəm falan. Bunların hamısını paylaşacağam sizinlə də. Yəni uzun vloqlarda demişəm olsa Python yazılım bilimi kanalına.
İngilis dilində PDF-dən işləyirəm. Yəni istəsəz açıqlamaya da qoyaram PDF-in linkini, yəni saytın linkini daha doğrusu. Oradan girib yükləyərsiniz. Yəni bu cürünə. Gedim o işləyim indi riyaziyyatım. Like it's delirium, ay, ay, like it's delirium, ay, I got delirium, ay, like it's delirium, yeah, yeah, like it's delirium. She just wanna bounce to it, baby, get your giddy on. Walk up to the stage with a drink like I'm Giveon, but I never came here to sing what I'm really on. Giving dividends, I'm trying to boost your career and all. Know you got a binge, you ain't got one with the ceiling gone. If you wanna get it gone, give me the experience. Make me a believer like a feature at the cinema. Then we gotta keep it all the secret like the Pentagon. All these peeping times, people asking me what we been on. I know that it's bond, they just wishing they could watch it blow, watch it go through the fire like the Shaka song. Or was it yay? Either way, she gon' play the PlayStation, I'll play the Xbox, good gracious. I'm so grateful it made me say thank you, thank you, thank you, yeah. I swear she drives me crazy, think my brain is gone. Man, I just can't shake it like delirium. When I get this faded, your body, I just can't shake it. And I just want you to run up on me all night long. Yeah, like it's delirium. She just wanna bounce to it, baby, get your giddy on. Walk up to the stage with a drink like I'm Giveon, but I never came here to sing what I'm really on. Giving dividends, I'm trying to boost your career and all. Know you got a binge, you ain't got one with the ceiling gone. If you wanna get it gone, give me the experience. Make me a believer like a feature. Riyaziyyat hazırlığımı qurtardım, dərziyə getdim, indi qayıdıram. Vinetki üçün aldığım şalvarın bir dənə belini yığdırmaq lazım idi. Onu verdim, gedim inşallah hazırlıqdan çıxanda götürəcəyəm. Əvvəl yəni çox da belə içimə oturmurdu və şey elədiyim, giyinəcəyim paltar. Prosta indi qəşəng şey düzü qoş elədik. İnşallah bu günləri elə şalvarı götürəndə görüm axotum olsa göstərərəm. Bir də ki, nə deyəcəydim, yadımdan çıxdım. Hə, barədə qəşəng hava var və həm istiliyi var, həm belə qəşəng külək əsir. Yayda da hava bu cürünə olsaydı çox qəşəng olardı. Yayda amma cəhənnəm olsa, ləzzətlidir bir dəqiqə hava. Düzdür, istiliyi var bir damcı. Evi yoxdur, indi yaydı da, yazdı da, indi keçmək olar günahımdan. Gedim evə, oturum şey eləyim. Birinci idman eləyim. Çünki sağlamlıq, gümrah olmaq lazımdır. İkinci də ki, gedim Python videolarına baxım. Keçən günlərin birində Instagramdan bir dənə qaqaş yazmışdım. Yəni ki, bəs YouTube'a başlamaq istəyirəm, videolar falan paylaşmaq istəyirəm. Sən bunu eləyəndə, başlayanda sənlə mırtdaşan olmuşdu. Nəsə o qaqaşa mən cavab yazdım. Sonra o qaqaş deyəsən mən görüldü atdı. Ya da mesajımı oxumadı, indi görməmiş falan ola bilər. Nəysə, ona indi bir dənə hamıya bir şey deyim ki, başqalarının fikrini çox da belə üstün tutmayın. Yəni hamının fikrini alın, qəbul eləyin, özünüz üçün dəyərləndirin. Amma sonda yenə də öz bildiyinizi eləyin. Yəni yaxşı bir şey eləyirsizsə əgər deyirəm, yəni bunu utanmayın heç vaxt. Əgər yəni düzgün bilirsinizsə onun elə ardınca da gedin və yəni bir şey səhvdə olsa, səhvdə elə söz. Başqası sizə deyəndə ki, bu şey səhv eləyirsiniz, onu siz başa düşməyəcəksiniz də, yəni özünüzə düz gələcək. Amma axırda səhv olandan sonra başa düşdüyünüz ki, bu səhvdir. Yəni başqası sizə milyon dəfə düşsün səhvdir, o yəni girməyəcək burada. Ona görə özünüz yaşayın, özünüz görün, bilin və bir təcrübə qazanın. Hər mənfi bir yeni təcrübə. Slogan. Nəsə, qaqaşa mən qayıdım. Yəni, utanmayın başda. Mənimlə də mırtdaşansa da olurdu. Yəni, hələ də var ya, əslində, yəni, dostlarımdan da olsun. Prosta, yəni, onlar deyirlər, gülürlər, mən də deyirəm, gülürəm. Mən də özümdən mırtdaşıram. Çünki, bilməm, yəni, oturub belə baxanda videolara mən də gülmək istəyirəm falan. Amma bir şey bilin ki, yəni, hər şey cringe gəlir adama bir şeyləri bacarmağa başlayana qədər. Bir şeylər eləyəndən sonra, reysə oturandan sonra həmin o cringe olan şeylər anidən olur mükəmməl. Qüsursuz bir şey. Ona görə utanmayın, bildiyinizi eləyin. Yəni insanların fikrinə təbii ki qulaq asın. Yəni
bir insan tənqid olunmadan inkişaf eləyənməz. Tənqid hər zaman olmalıdır. Həmin o tənqidi götürüb də həyatınızın mərkəzinə qoymayın. Yəni bunu deyir, mən bunu düzəltməliyəm. Bəlkə o səhv deyir, səhv tənqid edir səni. Sən götür bir bax ki, xaricinin özünə ki, bu düz deyir, görəsən mən bunu səhv edirəm, düz eləyirəm. Götürün, dəyərləndirin, nəticəni çıxardın. Yəni birbaşa dediyi şeyi götürüb tətbiq eləməyin həyatınızda. Bu da məndən sizə tövsiyə. İndi söndürüm kamerayı, gidim onu edeyim. Getdim idman elədiyim, sonra oturdum Python-a baxdım. İlk dərsləri falan təkrarladım. Bir də funksiyalara bir damcı baxdım. Və bir şey fikir verdim ki, mən yenə acmışammış. Çox yemək yeyirəm, kökələcəyəm, dana boyda olacağım. Sonra nəsə yeməli bir şey tapmalıyam. Prosta nə yeyim? Maraqlı sualdır. Gözlüysə xalda yıxılıyım da mən. Burada aş var, yemək olan. Burada qutal var. O, qutab yiyənmərəm bu dəqiqə. Və nə deyə, nəsə deyəm, bir şey tapım deyim. Makaron dünyanın ən qəşəng yeməkdir. Çox qəşəng bir şeydir. Bax, səhər yemək olur, günorta yemək olur, axşam yemək olur, gecə oyandın acından ölürsən, gecə yemək olur. Nə bilməm, sübüdə yemək olur. Hadi sən istəsəz yeyə bilirsiniz də. Qatıqla yemək olur, ketçupla yemək olur. Nə bilməm, pendirlə yemək olur, sarımsaqla yemək olur, xiyar pomidorla yemək olur, boş bir quru şəkildə yemək olur. Hər şeylə gedir və yəni çox qəşəng bir şeydir. Zibil, bayırda leysan başladı. Ben de çöle çıkmıştım, bayıra gitmeliydim. Zibil, leysanlı bayırda. Şortikle çıkmışım çöle. Oy Zibil, ne bomba. Allah ki çıkmıştım evine. Bine getdemen hiç defədi bu tür yağış görürəm. Oy Zibil, Allah'ım olsun. Dondum bu dəqiqə. Bir də bit bozuldu. Eski birden bayırda yağış başladı. Dedim gödərəm. Birden leysana döndü bu. Bine gitti. İstemedi böyle yağış yağır. Bayırayla böyle kurbayla bile şey atırdım. Birden riskli insana döndü. Canım sesimi koyabilsem buraya koyarım. Zırılmışım meydan. Ama çok zordu. Yani ilk defa da böyle bir akşam düştüm. Bilmem lezzet elədi, qəşəngdi, xoşum gəldi şəxsən. Heç kim yoktu. Allah'ın kızı kötü oldum. Neşe uşaqlar söndürəm burada. Salam aleyküm. Lezzet. Qayıtdım akıcı, sattım ya da. Çok zor yağış. Ay ben şortik maykayla çıkmışam, sonra bayırda yağış yağır. Allah'ım. Oy Zibil. Oy da. Köşe bomba kimi. Ayaqlar yağışdan sonra evə getdim. Evə gedəndən sonra elə bir dənə əynimi dəyişib yatmışam. İndi oyandım yuxudan. Saat 7-dir. İndi gedirəm bu dərsdən paltarlarımı götürməyə. Oradan qayıdım. Oturub fizika yazmalıyam, informatika yazmalıyam. Sabahları ikisi də hazırlıq əvvələcə ki, fizika 8-dən ona informatika 10-dan 12-yədir. Neyse. Məhəllədə söhbət olmuşdu, söndürdüm kameranı. Balaca dəbələr bir-birinə dava eləyir. Bir dənə adam danlayırdı onları, izah eləyirdi ki, dava pis şeydir. Zaten mənə dava pis şeydir, şöbət dava eləməyin, sülhünü həll edin, söhbət düzsün. Neyse də, nə danışırdım, o da yadımdan çıxdı. Evə gedim, informatika, fizika yazdım, biri 8-dən 10, birisi 10-dan 12-yə salıb hazırlığı deyəsən. Ona görə səhər durdu yazamayacağım, bir də məcbur ki, indi oturum yazım. O da yəni rahat mövzulardır da, qutarcaqlar. Bir də bu günləri oturum görə ingilis dildə işləyim. Fizika, informatika, əsas birinci işləyim, qutarım. Sonra əgər saat 11-i keçməmiş olsa, oturub ingilis dildə işləyəcəm. 11-i keçsə əgər işləməyəcəm, yatacağım. Çünki yuxu rejimini düzəltmək istəyirəm. 11-də yatıb tezdən, nə bilim, 5-də 6-da durmaq istəyirəm də. Çünki yuxu rejimi pozulanda pis olur, sonra da bu cürlə gün içində gedirəm, yatıram, günümüz ay olur. Bend like a willow, bend like a willow, Godzilla. Bend like a willow, bend like a willow, Godzilla. You are my best friend. Let's run through the field. Reach up and
Bayaq mən nə deyirdim yadınızdadır. Saat 11-də yatacağam. Yuxu rejimimi düzəltməliyəm. Saat desə də sizə 1-ə işləyir 3 dəqiqə. Çünki mən fizkanı qurtarmadım. Fizkanı yəni təqribi olaraq bir 15 dəqiqə əvvəl falan qurtardım. Çünki 80 tapşırıq idi. Bu 80 tapşırıq gözlədiyimdən daha çox vaxt apardı. Hələ mən indi oturub informatikanı yazmağa başlayıram. Yəni ey fani dünya, fani dünya. Oturum informatikada yazım. Ondan sonra da İngilis dilinə falan vaxt qalmayacaq. Girib bir dənə yaxalanıb yatacağam. Bir də səhər duranda açaram kameranı. Beynim söndü. Bu videonu burada qutarmış. Yaxotum öldüyünü çəkməyə. Gecəniz xeyrə qalsın. Sabahki videoda inşallah görüşünə qədər maç elədim ağzım.